Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, görkəmli tarixçi alim, professor Anar İskəndərovun anadan olmasının 70 illik yubileyinə həsr olunan tədbir keçirildi. Milli Kitabxanada təşkil edilən tədbirdə görkəmli tarixçi alim, professor Anar İskəndərov adlı elektron virtual sərginin təqdimat mərasimi də baş tutdu. Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov və digər çıxışçılar yubileyarın elmi fəaliyyəti və tarix elminin inkişafına verdiyi töhfələrdən bəhs etdilər. Qalib Azərbaycanın dövlət başçısından, Qarabağın fatehindən 70 illiyimlə bağlı belə bir sərəncamı görmək həyatımın ən xoş hadisələrindən biridir. Bəli, 70 illik həyatıma nəzər salanda orta məktəb illəri, ali məktəb illəri, namizədli dissertasiyası, doktorluq dissertasiyası, ən nəhayət, ən əsası isə həyatımın bütün illərini Bakı Dövlət Universitetində sərf etdim. Qazandığım uğurlar da universitetlə bağlıdır. Azərbaycan tarixi və mənbəşnası üçün ən ağırlı problemlər olan Türk-Müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırım və Azərbaycan Xalq Cümhuriyyətinin tarixşünaslığı və mənbəşnası üzrə tədqiqatlarım oldu. Həm də 70 ili Sovet dönəmində nələr yazılmışsa, mənim borcum nədən ibarət idi? Mənbələr əsasında onların üzərindən xətt çəkmək, əsl həqiqəti Azərbaycan oxucusuna çatdırmaq. Allaha min şükürlər olsun ki, bunları etdim. Anar müəllim bugünə çox geniş, böyük bir yol gəlibdi. Bu yola gəlincə, bura gəlib çıxınca çox şərəfli və uğurlu və mən deyərdim ki, enişli yoxuşlu yollarla keçibdi, gəlib bugünə çatıbdı. Və bugün Anar müəllim tarix elmi sahəsində sayılan seçilən bir insandır və eyni zamanda Azərbaycanın ictimai siyasi həyatında fəal iştirak edən görkəmli şəxsiyyətlərdən biridir. Anar müəllim Azərbaycan elminə böyük xidmətlər göstərir. Onun göstərdiyi xidmətlər bax bu kitablarda öz əksini tapır və bu kitablar da təbii ki, küll halında bizim Milli Kitabxanada saxlanılır. Anar müəllim bizim ən fəal oxucularımızdan biridir. Tez-tez bizim kitabxanada olur, həmişə fəaliyyət göstərir. Burada məşğul olur, oxuyur, baxmayaraq ki, görkəmli alimdir, amma yenə də oxuyur, yenə də gəlir. Qeyd edək ki, Anar İskəndərov 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olub. 1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin Tarix Fakültəsində təhsil alıb. 2008-ci ilin dekabrında Türkiyə və Azərbaycan tarixinin araşdırılmasında xidmətlərinə görə Qızıl Döş nişanı ilə təltif edilib. Anar İskəndərov 2011-2018-ci illərdə Prezident yanında Ali Attestasiya Komitəsinin Tarix və Siyasi Elmlər üzrə Ekspert Şurasının sədri olub. 2020-ci ildən yenidən həmin vəzifəni icra edir. Eyni zamanda o, Universitet və Fakültə Elmi Şuralarının, Qafqaz Müsəlmanları İdarəsinin Elmi Dini Şurasının, Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondunun Himayəçilər Şurasının üzvüdür. Anar İskəndərov tarix və onun problemləri, Tarix, İnsan və Cəmiyyət, Dirçəliş, Kəlam, Yaşılçay, Metafizika jurnallarının redaksiya heyətinin də üzvüdür. 2011-ci ildə Justin McCarthy'nin ön sözü ilə ABŞ-də nəşr olunmuş Realities of Azerbaijan 1917-1920-ci illər ilə ABŞ Konqresi kitabxanasına daxil edilən ilk Azərbaycanlı müəllifdir. Onun 6 monoqrafiyası, 8 dərs vəsaiti, 350-dən çox elmi məqaləsi nəşr olunub. 50-dən artıq kitabın elmi redaktoru, elmi məsləhətçisi və rəisçisi Milli Məclisin 6-cı və 7-ci çağırış deputatıdır. Xatırladaq ki, Anar İskəndərov yanvarın 9-da ölkə başçısı İlham Əliyevin sərəncamı ilə şöhrət ordeni ilə təltif olunub.